Şir qanadları, cəngəllikdə macəra uzaq dağların ətəyində illərin sükutuna qarışmış, əsrlərin sirlərini özündə birləşdirən qədim bir kənd var idi. Bu kəndin dar daş küçələrində nəsillərin danışdığı nağıllar, hər küncdə gizlənən keçmişin xatirələri, sevinç və kədərin, ümid və arzuların izləri yaşayırdı. Kənd sakinləri üçün hər gün yeni bir macəra, hər gecə isə ulduzların altında eşidilən sirlər demək idi. İşte bu sehirli məkanda böyüyən gənc Murad, həyatın əsl mənasının, qəlbinin dərinliyində gizlənmiş səsi tapmaq arzusu ilə yanırdı. Murad uşaqlığından bəri nənəsinin odun sobası ətrafında toplandığı, ulduzlara baxaraq eşitdiyi qədim nağıllardan ilham almışdı. Hər kəsin içində eşidilən bir səs var, o səs sənə keçmişin dərslərini, gələcəyin ümidini bildirər, deyərdi nənəsi. Bu sözlər Muradın ruhunda dərin izlər buraxmış, ona yalnız öz içindəki səsi tapmaqla deyil, həm də ətrafındakı təbiətin və qədim əfsanələrin arxasında gizlənmiş hikməti öyrənmək lazım olduğunu hiss etdirirdi. Bir gün payızın sərin səhərində yarpaqların saralıb yerə düşdüyü, küləyin uzaq xatirələri pıçıldadığı o soyuq anlarda Murad qərara gəldi. Artıq mən bu kəndin dar küçələrindən, illərin tozunu üzərində daşıyan yollarından və dərin meşələrdən keçərək öz hissəsini tapacağam. O, nənəsinin ona miras qoyduğu köhnə dəftəri də yanına götürdü və heç kimin addım basmadığı, unudulmuş yolları izləməyə başladı. Yol boyu Murad dağların zirvələrindən süzülən ilk günəş şüalarının, geniş düzənliklərdə rəqs edən çiçəklərin gözəlliyini və axar çayların sakit axışını seyr edərək təbiətin səsini dinlədi. Hər damcı su, hər yarpaq xışıltısı sanki keçmişin nağıllarını, nəsillərin öyrətdiyi hikməti özündə birləşdirirdi. Hər kədər, hər itki, bunlar ruhumuzun qanadlarıdır, deyərək özünə söz verir, addım-addım irəliləyirdi. Bir neçə saatlıq uzun səyahətdən sonra Murad meşənin dərinliyinə doğru getdikcə qəribə və möhtəşəm bir qapı ilə qarşılaşdı. Bu qapı incə oyma naxışlarla bəzədilmiş, daşdan tikilmiş və illərin tozunu üzərində daşıyan bir qapı idi. Qapının üzərində yazılan qədim simvollar və nağıl dolu sözlər sanki keçmişin sirrini qoruyan bir kilit kimi görünürdü. Murad bir an tərəddüd etdi, amma ürəyinin səsi ona, bu qapı arxasında sənin axtardığın sirlər yatır deyə xəbər verdi. O, əlini qapıya uzatdı və ağır səs-küy ilə açılan qapı, sanki min illərin xatirələrini ona saldı. Qapının arxasında yerləşən məkan çoxdan unudulmuş, lakin hələ də öz sirrini saxlamağa qadirdən bir qalaya bənzəyirdi. Qalanın divarlarında, hər daşın üzərindən nəsillərin sevinç və kədər dolu izləri, oyma işləri ilə yazılmış nağıllar, əbədi hikmət və sirlər əks olunurdu. İçəri girdikcə Murad qalanın dar koridorlarında addımlayır, otaqlarda, divarlarda yazılmış yazıları və rəsm əsərlərini diqqətlə incələyirdi. Hər bir otaq sanki bir zamanların qapısı, keçmişin sirlərini açan bir pəncərə idi. Bir otağın küncündə tozlanmış bir masa üzərində yerləşən böyük bir dəftər Muradın diqqətini çəkdi. Dəftərin səhifələri saralmış, lakin hər bir kəlmə sanki qəlbinin dərinliyindən gələn bir melodiyanı söyləyirdi. Murad dəftəri açdı və onun gözləri aşağıdakı sətirlərə ilişdi. Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümidlərini daşıyır. Hər kədər, hər itki, bunlar ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sözlər Muradın ruhunu dərindən titrətdi. O an anladı ki, həyatın sirri yalnız xarici hadisələrdə deyil, insanın öz içində, qəlbinin səsində gizlidir. Qalanın otaqlarında, divarlarda və dəftərin hər sətirində keçmişin, nəsillərin və ailəsinin sirlərini tapdığı bu sirlər ona öz içindəki səsi tapmaq və həyatın əsl mənasını dərk etmək üçün lazım olan ilhamı bəxş edirdi. Murad qalanı tərk edib kəndə qayıtmaq qərarına gəldi. Qayıtdığı zaman kəndin dar küçələrində və evlərin pəncərələrindən baxan insanlar onun üzündə dərin, düşüncəli baxışlar gördülər. Kəndin yaşlıları, gəncləri və uşaqları onun səyahətindən, qalada tapdığı sirlərdən və öz hissəsinin eşidilməsindən danışan sözlərini maraqla dinləyirdilər. Bir axşam kənd meydanında böyük bir toplanış təşkil olundu. İnsanlar odun sobasının ətrafında ulduzların parlaqlığı altında toplaşdılar və Murad qalada tapdığı sirləri, eşitdiyi hikmət dolu nağılları və öz qəlbinin səsini necə tapdığını danışmağa başladı. Lakin bu toplanışın ən möhtəşəm anı hələ gəlməmişdi. Gecənin bir yarısında Muradın danışdığı hekayələrdən sonra meydanın kənarından böyük, səmimi və qürurlu addımlarla yaxınlaşan bir varlıq peyda oldu.
O, tünd qızılı quyruğu, parlaq gözləri və nəhəng bədəninə malik, əslində təbiətin cəngavəri, bir əfsanənin, bir şirin simvolu olan bir şir idi. Bu möhtəşəm canlı sanki illərin sükutunu, cəngəlliyin gizli nağıllarını və əbədi ümidin simvolunu təmsil edirdi. İnsanlar bir anlıq heyrətlə ona baxdılar, çünki bu şir yalnız gücü və cəsarəti deyil, eyni zamanda hikməti və sədaqəti də simvolizə edirdi. Şirin yavaş-yavaş möhtəşəm addımlarla meydanda irəli gəldi. Onun qürurlu baxışları və sakit səsi kənd sakinlərinin qəlbinə dərin təsir bağladı. Murad bir anlıq ürəyində narahatlıq və həyəcan hiss etsə də, Şirin ona yaxınlaşanda sanki öz hissəsinin uzun zamandır eşidilməmiş nağılını tapdığını hiss etdi. Şirin dərin və səmimi bir səs tonuyla belə dedi: "Ey cəsarətli gənc, sən bu qalada keçmişin sirlərini, nəsillərin hikmətini tapdın. Lakin bil ki, əsl güc və hikmət yalnız öz içindəki səsi eşitməkdədir. Mən, şir qanadların, bu cəngəlliyin və sirlər diyarının qoruyucusuyam. Sənin içində yanan o əbədi işıq, mənim kimi qəlbinin ən dərin sirlərini əks etdirir. İndi birlikdə bu cəngəlliyin daha da dərinliklərinə səyahət edək və həyatın əsl mənasını tapmaq üçün yeni macəralara yelkən açaq." Bu sözlər kənd sakinlərinin ürəyində yeni ümid toxumasına səbəb oldu. Murad və şir qanadları birgə cəngəlliyin daha da dərinliyinə doğru yola çıxdılar. Onların səyahəti yalnız fiziki bir yolçuluq değildi, bu, eyni zamanda insan ruhunun, qəlbinin və ürəyin dərinliyinə aparan mistik və macəra dolu bir yola çevrildi. Cəngəllikdə addımlayarkən onlar qədim ağacların fısıldadığı nağılları, axar çayların sakit axışını və quşların nəğmələrini dinlədilər. Hər addımda Murad öz içindəki səsi daha aydın eşitdi və şir qanadları ona həyatda ən vacib olanın, sevgi, inan və ümidin əhəmiyyətini izah edirdi. Bir neçə gün davam edən səyahət zamanı onlar cəngəlliyin dərinliyində yerləşən unudulmuş bir məbədi tapdılar. Məbədin divarları illərin ağırlığını və keçmişin sirlərini özündə birləşdirən oyma işlərlə bəzədilmişdi. İçəri girdikcə Murad və şir qanadları qədim yazıların, duaların və nağılların izlərini tapdılar. Məbədin mərkəzində parlaq bir işıq və sanki bənzərsiz bir enerji var idi. Bu enerji hər kəsin qəlbində yanan ümidin və sevginin simvoluna çevrilmişdi. Şir qanadları Murada müraciət edərək dedi: "Bu məbəd cəngəlliyin sirlərini və nəsillərin hikmətini daşıyır. Burada tapılan hər yazı, hər rəsm sənin ruhunun gücünü və içindəki səsi eşitməyin vacibliyini xatırladır. İndi sən bu enerjidən ilham al və kəndinə qayıtdıqda əldə etdiyin hikməti insanlarla paylaş." Murad bu mistik məbəddə keçirdiyi günlərdən öz hissəsinin sirlərini, keçmişin hikmətini və gələcəyin ümidini dərindən mənimsədi. O, cəngəllikdə yaşadığı hər anın, gördüyü hər hadisəni və eşitdiyi hər nağılı ürəyinə yazdı. Şir qanadları isə ona hər zaman yanında oldu və bir çox sınaqlarda, təbiətin sərt şəraitində və qorxunc anlarda onun cəsarətini sınadı. Bir dəfə cəngəlliyin dərinliyində qarşılarına təhlükəli yırtıcı heyvanlar çıxdı, amma Murad və şir qanadları birlikdə həmfikirlə təbiətin sərt qanunlarına meydan oxudular və təhlükəni dəf etdilər. Bu sınaqlar Muradın ruhunu daha da gücləndirdi, ona həyatda hər çətinliyə qarşı ümidlə və cəsarətlə necə mübarizə aparmağı öyrətdi. Nəhayət, uzun və çətin səyahətdən sonra Murad və şir qanadları cəngəlliyin ən dərin nöqtəsinə, mistik enerjinin və sirlərin qəlbində yerləşən bir gölməyə çatdılar. Bu göl sanki ulduzların parlaqlığı ilə işıqlandırılmış, hər damlasında keçmişin və gələcəyin notlarını saxlayan bir aynaya bənzəyirdi. Gölün kənarında Murad öz hissəsini eşitdi, sanki göldən əks olunan hər işıq, hər səs ona həyatın əsl mənasını, sevginin, inamın və ümidin birləşdiyi əbədi melodiyanı xatırladırdı. O gün gölün yanında Murad öz qəlbində doğan o əbədi işığı hiss etdi və şir qanadları ona müraciət etdi: "Ey cəsarətli gənc, sənin içində parlayan o işıq heç vaxt sönməz. Həyatın ən böyük sirri, sevgi, inan və ümid sənin qəlbində gizlidir. İndi kəndinə qayıt və əldə etdiyin hikməti insanlarla paylaş. Beləliklə, sənin səyahətin həm sənin, həm də başqalarının ürəklərində əbədi izlər buraxacaq." Murad o gün gölün kənarında öz hissəsini eşitdi və ona qulaq asdı. O, başa düşdü ki, həyatda hər çətinliyin, hər kədərin və hər itkinin arxasında bir dərs və ümid var idi. Şir qanadları onun yanında əbədi qoruyucu kimi hər an ona dəstək oldu və birlikdə qəlblərindəki səsi eşidərək həyatın nağılını yaratdılar. Kəndə qayıtdıqdan sonra Muradın dəyişmiş ruhu və dərin düşüncələri kənd sakinlərinə ilham verdi.
O, qalada və cəngəllikdə keçirdiyi günləri, şir qanadları ilə yaşadığı macəraları, hər sınaqda qazandığı cəsarəti və öyrəndiyi hikməti insanlara danışdı. Kənd meydanında toplaşan insanlar ulduzların parlaqlığı altında Muradın danışdığı hər sözü diqqətlə dinləyir, onun hekayəsindən öz həyatlarına dair dərslər çıxarırdılar. Bir neçə ay ərzində Murad öz tapdıqlarını və səyahətinin hikmətini bir kitab halına gətirdi. Göy qapılarının sırrı, ulduzlara doğru adını verdiyi bu əsərdə o, cəngəlliyin dərinliklərində, qalada və göldə yaşadığı hər anın, tapdığı hər sirləri və öz hissəsini necə kəşf etdiyini təsvir etdi. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. İnsanlar kitabın hər səhifəsində öz həyatlarından bir parça tapır, keçmişin hikmətini və gələcəyin ümid dolu işığını hiss edirdilər. Muradın sözləri, şir qanadlarının səmimi dəstəyi və cəngəlliyin mistik enerjisi kənd sakinlərinin qəlbində yeni bir ümid toxumasına səbəb oldu. Hər kəs öz içindəki səsi eşidərək həyatın hər anını dərin və mənalı yaşamağa başladı, çünki onlar artıq bilirdilər ki, hər kədərin, hər itkinin arxasında yeni bir başlanğıc, hər qaranlıq gecənin sonunda parlaq bir günəş var. Beləcə, Göy qapılarının sırrı, ulduzlara doğru adlı bu hekayə yalnız Muradın deyil, hər birimizin içində axtardığı, tapdığı və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbindəki səsi eşidərək həyatın əsli mənasını tapacaq və hər kədərin, hər itkinin arxasında gizlənən yeni bir ümid doğacaq. Bu macəra dolu yolçuluq bizə göstərir ki, həyatda ən böyük sərvət xarici dünyada deyil, öz içimizdə gizlidir. Hər an eşidilən o səs, keçmişin hikmətini, hər itkinin dərsini və gələcəyin ümidini bizə bəxş edir. Biz, hər kəs, ürəyimizin səsini dinləyərək həyatın bütün çətinliklərini aşır və öz nağıllarımızı yazırıq. Göy qapılarının sirləri, ulduzlara doğru yüksələn hər addımımız, qəlbimizin səsinin eşidildiyi, sevgi, inan və ümidin birləşdiyi əbədi bir macəraya çevrilir. Beləliklə, bu hekayə hər kəsin içində gizlənən o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir və nəsillər boyu ürəklərdə parlayan bir işıq kimi yaşamağa davam edəcək. Hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz hissəsini eşidərək həyatın sirrini anlasın və hər kədərin, hər itkinin arxasında gizlənən ümid dolu yeni səhifələr yaratsın. Çünki həyatın ən böyük sirri qəlbimizin səsində gizlidir və biz o səsi dinlədikcə öz nağıllarımızı, öz əbədi macəramızı yazırıq.